Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsildə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə adlı təqaüd təqdim edilib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirinin müavini Firidun Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə çatanlığın təmin olunması üçün görülən işlərdən bəhs edib, gənclərin elmi və təhsilə marağının artırılmasında bu layihənin önəmini vurğulayıb. Son dövrdə həm müəllimlərin maaşlarında çox yüksək artım olub, həm tələbələrin təqaüdlərində dövlət tərəfindən və belə bir stimullaşdırıcı tədbirlər eyni zamanda təkcə sizə maddi həvəsləndirməklə yanaşı, yəqin ki, mənəvi həvəsləndirmə də sizə təsir göstərəcək. Mən elə gəlir ki, bugünkü adlı təqaüdlərin verilməsi sizdə təhsilə, biliyin mənimsənməsinə daha yaxşı təsir göstərəcək. Digər çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensiallarının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd ediblər. Bugünə qədər 3179 tələbə artıq bu təqaüddən yararlanıb. Sevindirici haldır ki, bu il həmin təqaüdün təsis olunmasının yubiley ilidir, 30-cu ildir. 30-cu ildir ki, biz Respublika Komitəsi olaraq bu təqaüdü tələbələrimizə təqdim edirik və mən daha bir şad xəbər sizə vermək istəyirəm ki, bölüşmək istəyirəm. Biz bu yaxınlarda doğma Qarabağımızda, Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində də biz Həmkarlar İttifaqı təşkilatı təsis etmişik. O tələbələrdə sıralamıza qoşmuşuq və böyük məmnuniyyətlə növbəti semestr nəticələrinə görə adlı təqaüd alanların sırasında bizim doğma Qarabağ Universitetinin tələbələri də olacaq. Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən tələbələrə təqdim olunub. Biz adlı təqaüdü Həmkarlar İttifaqlarında, Həmkarlar Təşkilatında aktiv tələbələr olduğumuz üçün, daha aktiv işlər gördüyümüz üçün aldıq. Bugün gənc dövlət tələbələri arasında seçilmək çox gözəl bir hissdir. Bu görüş çox gözəl keçdi bizim üçün. Bugün bu tədbirdə iştirak eləmək, burada olan 304 tələbələrdən birinin olmağım qürur verici bir hissdir. Burada əlaçı olduğuma görə və Tələbə Həmkarlar İttifaqının keçirdiyi tədbirlərdə aktiv iştirak etdiyimə görə seçilmişəm. Həm yarışlarda iştirak etmişəm, universitetin tədbirlərində iştirak etmişəm və ona görə də bunun səbəbinə görə biz təltif olunmuşuq. Bu mənim üçün böyük bir belə deyim, sevinç hissidir. Çox sevindirici bir haldır əlbəttə ki. Burada sadəcə 300-ə yaxın tələbə var və nəzərə alsaq ki, müxtəlif universitetlərdən seçilən tələbələrdir. Hərəsinin də tələbə sayı bəllidir. Bu tələbələr arasında mənim də yer tutmağım çox sevindirici bir haldır. Əvvəlki illərdə hər semestrdə 65 tələbəyə təqdim olunurdusa, artıq 2024-2025-ci tədris ilində bu rəqəm əvvəlcə 100, daha sonra isə 308 tələbəyə çatdırılıb. İndiyə qədər 3179 nəfər tələbə bu təqaüdə layiq görülüb.